Həqiqəti unudan insan özünü unutmuş kimidir. Çünki həqiqəti unudan bu dünyaya bağlanmış və həqiqəti boş vermiş. Həqiqət heç nədir mənim üçün demiş insandır. Amma əsl son qayıdış Allaha olacaq. Çünki Allah yaratdığı qulu ya cənnətə ya cəhənnəmə hansına layiq olduğunu o bilər. İnsanlar desələr ki, bu cənnətlikdir, bu cəhənnəmlikdir. Amma onların dediyi olmaz. Çünki onlar bilinməyən bir söz deyirlər. Amma Allah hər şeyi görüb və bilib deyir ki, mənim bu qulum cənnətlikdirmi, cəhənnəmlikdirmi? Allah heç bir qulunu cəhənnəmə atmaq istəməz. Amma qul yolunu seçməlidir. Cənnətə mi getmək istəyir, yoxsa cəhənnəmə mi getmək istəyir? Əgər cənnətə getmək istəyirsə, peyğəmbərin yoluna gedər. Əgər cəhənnəmə getmək istəyirsə, o zalım insanların yoluna gedər və əgər zalımların yolu ilə gedərsə, Allah ona heç bir zaman kömək etməz. Allah onu heç bir zaman qorumaz. Amma əgər peyğəmbərin yolu ilə gedərsə, Allah ona ən gözəl şəkildə və ən istədiyi şəkildə qoruyar və ona kömək edər. Və o insan ən rahat olan insandır ki, onu qoruyan tək Allah var. Çünki fikirləşməz ki, məni bu dünyada olmasam, məni kim fikirləşməz. Amma Allah istər bu dünyada, istər o dünyada olsun, fikirləşər. Çünki Allah hər qulunu sevər və hər quluna istədiyi kimi rahatlıq bəxş edər. Sadəcə insan doğru yolda olsun, Allah deyər ki, bu qulum mənim əsl qulumdur. Sadəcə səcdədə yalnız Allaha səcdə etmək lazımdır. Çünki səcdə sadəcə Allaha görə edilir. Başqa bir insana görə deyil ya da başqa nəyəsə üçün deyil. Allah səcdəni insan heç bir zaman Allahı unutmasın, sadəcə Allahı fikirləşsin və doğru yolda olsun deyə insanlara Qurani-Kərim və peyğəmbər göndərmişdir və peyğəmbərlər Allahın yolunda olub qalib oldular. Çünki Allahın yolu haqq yoldur. Allah hamını sevər və qoruyar. O insanlar kimi qullar arasında ayrım etməz. Çünki Allah hər şeyi bilər və görər və insanlar kimi deməz ki, bu olar, bu olmaz. Allah hər canlını bir yaradıb və hər canlını öz bildiyi şəkildə qüsursuz yaratmışdır. Heç bir canlıda səhv ola bilməz. Çünki onu Allah istəyi ilə və qüdrəti ilə yaratmışdır. İnsan hər bir şeydə səhv edə bilər. Amma Allah insanın səhvini əfv edə bilər. Əgər o səhvi sən bilmədən etmisənsə, ya da istəyərək etməmisənsə, Allah niyyətə baxar və deyər ki, bu qulumun niyyəti budur. O heç bir günahı yoxdur və hər şeyi bilən və görən Allah heç bir zaman deməz ki, bu qulum günahkardır, bunu cəzalandırım. Allah istər ki, insan doğru yolda olsun, haqq yolunda olsun və Allah sevinər ki, bu qulların hamısı haqq yolundadır. Kim cəhənnəmə getsə öz günahıdır, çünki haqq yolundan üz döndərmişdir. Kim cənnətə yaxın olub çalışıbsa, deməli, o onun əzmi ilə olubdur, Allahın istəyi ilə olubdur. Səcdə edən adam müəllimdən müəllim, bu dünyada mələklər görmək olur, Cəbrail ya da hansı mələk, hə? Müəllim dedi, hə, mümkündür, peyğəmbərlər yuxularında mələyi görmüşdür. Həqiqətən də görmüş olan peyğəmbərlər də vardır. Amma insanların arasında seçilmiş olanlar peyğəmbərlərin gördüyü kimi mələkləri görə bilərlər. Bəs müəllim, Allahı görmək mümkündür? Allahı sadəcə peyğəmbərlərimiz görə bilər. O da yuxuda görmüşdür və onu peyğəmbərlərimiz Allah olduğunu bilirlərdi və səcdə edən dedi. Müəllim, bəs onun necə bilirlərdi ki, peyğəmbərimiz Allahdır, hə? Bu inanılmazdır yəni. Və müəllim dedi, oğlum, Allahın yaradılışı heç bir canlıya bənzəməz, oxşamaz. O qüsursuz və inanılmaz qüdrətlidir. O boyda kainatı yaradan Allah əlbəttə ki, aydın olar. Çünki o çox qüdrətlidir və o heç bir canlıya bənzəməz. O boyda kainatı yaradan Allah hər şeyi bilir və hər şeyi görür və peyğəmbərləri də onu çox yaxşı tanıyır. Çünki Allah inanılmaz və qüdrətlidir. Kainatın genişliyini heç insan təsəvvür etməyəcəyi qədər çox böyükdür. Təsəvvürünə belə kiçik bir hissəsində ola bilər. Amma o biri dünyada bu daha da böyük ola bilər. Heç insanın fikrinin
Alabileceği qədər də mümkün ola bilməz. İnsan deyər ki, bu necə ola bilər, necə qüdrətlidir. Sadəcə bu dünyadakı hər şeyə baxıb Allahı görə bilərik. Səcdə edən adam və müəllimin şagirdləri dedi: "Necə müəllim, Allahı necə görə bilərik?" Və müəllim dedi: "Oğlum, bu Allahı yaratdıqlarında və yaratdıqlarının gözəlliyində görə bilərsən. Allah hər şeyi qüsursuz və tam gözəl yaratmışdır. Sadəcə insan bir az vaxt ayırıb o gözəlliklərə baxmalıdır. Bir xurmanı o qədər qüsursuz şəkildə yaratmış olan Allah bir qulunun çətinlikdə olmasına heç razı olarmı? Və Allahın yaratdığı hər şey çox gözəl yaradılmışdır. Çünki Allah qüsursuz və çox gözəl yaratmışdır. Hər meyvəyə baxın, hər gözəlliyə baxın. Bu dünyanın sonsuz gözəlliyi olduğunu demirəm. Dünya keçicidir, fani dünyadır. Amma bizə görə hazırlanmış, hər yaxşılıq edənə, hər zaman Allah deyənə cənnətdə o qədər gözəl nemətlər vardır ki, hələ bu dünyada verilmiş Allahın yaratdığı çox gözəl meyvələr vardır. Saymaqla bitməz, tükənməz hər şey vardır. Allah hələ bu dünyada bunları veribdirsə, əsl quluna o dünyada nələr verəcək? Saymaqla qurtarmaz. Cənnətin sonsuz bağçasında hər şey verəcəkdir. Sayıb qutara bilmək olmayacaq. Sonsuzluq onda olacaq. Allah o qədər gözəl hər şey verəcək, bəxş edəcək. Hələ bu dünyada az bir zərrəsini görürük Allahın bəxş etdiyini. Amma çox mərhəmətli və qüdrətli olduğunu belə də görmək mümkündür. Çünki hər yerə baxın, göyə baxın. Səmanın necə gözəl rəngi var və yerdəki torpağa baxın, necə gözəl rəngi var. Hər meyvənin özünə görə rəngi var. Hər meyvənin özünə görə xüsusiyyəti var. Hər bir şey tam yerindədir. Heç bir şeydə qüsur tapa bilməzsiniz. Çünki Allah özü hər şeyi tam qüsursuz yaratmışdır. Heç bir şeydə bir zərrə olsun qüsur tapmaq mümkün deyil. Çünki Allah hər şeyin ən yaxşısını biləndir. Və səcdə edən adam dedi: "Müəllim, bəs bu dünyada indi belə görmək mümkündür?" Və müəllim dedi: "Sizə desəm ay bala düzünü, mən uşaqlıq." Səcdə edən adam dedi: "Müəllim, qorxmayın, danışın." Və müəllim dedi: "Mən qorxmuram, sadəcə yadıma salmağa çalışıram. Çünki o vaxtdan çox uzun vaxtlar ötübdür, amma o qorxu çox yadımda qalıb." Səcdə edən adam dedi: "Müəllim, nə görmüsünüz? Danışın, biz də bilək." Və müəllim dedi: "Mən Əzraili görmüşəm." Səcdə edən və müəllimin ürəkləri dedi: "Müəllim, bəs siz necə yaşaya bildiniz? Bəs necə ola bilər ki, onu gördünüz?" "Oğlum, sənə dediyim kimi, hərənin öz yolu var. Mənim də hələ yaşamağa çox vaxtım var və mən bir dəfə yox, onu 2 dəfə görmüşəm. Birində tam olaraq görmüşəm. Onun ağ gözləri və ağ ağzı var idi. Qara donu var idi və o mənə baxırdı və əlində də bir dərgah tutmuşdu. Çox qorxulu idi. Mən onu heç kimə demədim. O vaxt heç nə bilmirdim. Yəni onun Əzrail olduğunu bilmirdim və bir anda Bismillahirrahmanirrahim deyəndə o yoxa çıxdı və ikinci dəfə də gördüm və onu çox tez getdiyini gördüm. Hava isti idi və mən parkın bir tərəfində oturmuşdum və çox inanılmaz dərəcədə bir güclü külək və mən qaraltı gördüm. Buna inana bilmədim. Həqiqətən yenə onu mu gördüm? Və sonra o qədər tez gedirdi ki, bir göz qırpımında yoxa çıxdı və çox inanılmaz dərəcədə çox böyük və qorxulu idi. Amma mən inana bilmədim ki, həqiqətən onu gördüm. Və sonra dostum da gələcəkdi. Elə bildim ki, dostumdur, amma dostuma deyəndə ki, sən nədər tez getdin? Və sonra bildim ki, yenə onu görmüşəm. Dostumu gözləyirdim parkda. Elə bildim ki, odur gedən. Amma həqiqətən Əzraili görmüşəmmiş. İnana bilmədim ki, bu möcüzəni mən ikinci dəfə necə oldu görə bildim. Bu qədər qorxulu idi yəni və çox tez getdi. Dostum gəldi və dedim, sən bu qədər tez necə gələ bilərsən? Ondan sonra həqiqətən anladım ki, %100 odur və mən o günün axşamı çox səslər eşitdim. Qulağıma qəribə səslər gəlir, inana bilmədim. Bu nə cür səslərdir? Və bir qulağımın içində hamı yığışıb danışırdı. Bu çox narahat edirdi məni. Və bir gün bu səslər də qulağımdan çıxdı getdi və mən də dedim, şükür olsun Allaha və sonra namaz qılmağa başladım.
Bu inanılmaz həqiqəti görəndən sonra namaz qılmağa başlamışdım və buna necə inanım bilmədim, amma sonra özüm hər şeyi tamamilə anladım və hər zaman da Allaha şükür edirəm. Bu inanılmaz mənzərəni mən görməsəydim, bəlkə də heç vaxt namaz qılmazdım. Allah mənə bu mənzərəni göstərdi. Ölümün həqiqət olduğunu, dünyanınsa fani olduğunu mən çox yaxşı anladım. Çünki ölümü, Əzraili gördüm. Onu görməsəydim, bəlkə də heç vaxt namaz qılmazdım, amma bəlkə də Allah mənə başqa yolla namaz qılmağa yol açacaqdır. Çünki Allah istədiyi qulunu tez zamanda namaz qılmağını görmək istəyər, onun yaxşılıq etdiyini görmək istəyər. Və müəllimin şagirdləri dedi: "Müəllim, həqiqətən inanılmazdır. Abunə olun, ailəmizə qatılın. Hər kəsə təşəkkürlər."